This is my colleague Namik Hussainov. He works as a financial reporter in our news agency. Namik has been working for 10 years in journalism. He specialized in financial sectors such as banks, insurance companies, financial and stock markets. Genel ikimizin günün müəyyən prioritet məsələləri var ki, onlarla diqqət mərkəzində saxlayıb gün ərzində deyirik ki, bugün hansı yeni olmalıdır, yaxud hansı yeni olmalıdır və yaxud nəsə bir problemli məsələ var ki, bu həftə o məsələyə aydınlıq gətirməlidir. Ki, yəni, məsələləri son düşək, işıqlandıraq. Yəni, bir də ümumilikdə bazarı izləyirik, nəsə bir dəyişiklik baş verib çalışaq, hansı xəbər yayıldı, o xəbərin arxasında nə dayanır, şərhlər, gələcəyə necə təsir edə bilər, bazarda nəyə dəyişikliyə səbəb ola bilər. Namik says there are many difficulties for journalists in journalism. Adım Namikdir, soyadım Hüseynov, informasiya agentliğinin maliyyə sahəsi üzrə müxbiriyəm. Təxminən 10 ildir jurnalistikadayım. Və son 2-3 il isə danışıq maliyyə sahəsi üzrə ixtisaslaşmışam. Bankdır, sığortadır, qiymət kağızlar bazarıdır. Bu sahələrdə baş verən dəyişikliklər, yeniliklər, bunları çalışıb işıqlandırıram. Təbii ki, bütün jurnalistikanın bütün sahələrində olduğu kimi bu sahədə müəyyən çətinliklər var. İnformasiyanın əldə olunması, dəqiqləşdirilməsi ilə bağlı. Heç də bütün banklar, son şirkətlər mətbuatlarına açıq deyirlər, çalışırlar bacardıqca onların hansı yeniliyi tam dəqiqləşəndən sonra çıxsın. Amma hər halda çalışırıq ki, bacardıqca bu məlumatlar vaxtdan əvvəl əldə edilir, birinci olaq, mənbə biz olaq, bunlardan görürsünlər olmalıdır. Əlaqə saxlayıb banklarla, şirkətlərindən daha çox, adətən məlumatlar mətbuat xidmətindən daha çox şəxsi münasibətlər, ən yüksək səviyyədə olunur.